Sən Allaha şükür elə ki, sən zülm olunansan, zülm edən deyilsən. Vallahi. Sən eləmirlər. O hərdən gəlir deyir, Rəşad qardaş, qonşumuz, qohum, əmim, dayım, yaxud insanlar mənə zülm haqqıma giriblər, dözə bilmirəm. Qardaş, sən zülm olunursan sən. Hə İbrahim? Sən zülm olunursan. Sevinməlisən yoxsa yox? Sevinməlisən o mənada ki, zülm edən deyilsən, əlhamdülillah. Sən bir növ nemət içindəsən. Qardaş, zülm edənlərin nə gözləyir? Allahu akbar. Və a'tədnə lizzaliminə əzəbən əlimə. Biz zalimlara şiddətli əzab hazırlamışıq. Allahu akbar. Və la təhsəbənnəllaha gafilən əmmə ya'məlu əz-zalimun. Allahın zalimların etdiklərindən qafil olduğunu sanma. Yəni elə hesab etmə, elə sanma ki, Allah subhanahu və teala zalimların etdiklərindən qafildir. Görür qardaş, rahat ol. Bu ayə nə üçündür? Təsəlli. Yaxud digər ayədə nə deyir? Fəvaylun lillezine zalamu min azabi yevmin əlim. Vay olsun. Vay olsun. O kəslərə ki, zülm edirlər. Onları şiddətli əzab gözləyir. Yaxud məsələn Allah subhanahu və teala buyurur: Ələ lə'nətullahi aləz-zalimin. Bilin və agah olun ki, zalimların üzərinə Allahın lənəti olsun. Qardaş, sən məzlumsan, o zalimdir. Sən niyə narahat olursan? O narahat olsun. Olsun ki, Allahın lənəti onların üzərinədir. Yaxud innehu la yuflihu-zalimun. Zalimlar heç vaxt qurtulmayacaq, nicat tapmayacaq. Yaxud digər ayədə Vallahu la yuhibbu əz-zalimin. Allah Teala zalimları sevmir. Sufyan İbn Uyeynə rahimehullah, daha doğrusu estağfirullah, İbn Thawri rahimehullah, Sufyan əz-Thawri deyir ki, bir insanın Allahın qarşısına qiyamət günü 70 günahla gəlməsi daha xeyirlidir. Bir günahla gəlməsindən, hansı ki o günah qul haqqı ilə əlaqəli olsun. Zülüm. Sən nə qorxursan ki, qardaşım? Yəni demək istəyir ki, 70 günahla Allahın qarşısına gəl daha yaxşıdır. Amma bir dənə günah edib gəlmə, hansı günah? O günah ki, qul haqqıdır.